Qarasunqur, İraq Səlcuqlu dövlətinin sərhədlərini qorumaq üçün ordusu ilə Bağdada doğru yol almışdı. Bu savaşda Böyük Atabəyi yenə ciddi sınaq gözləyirdi. Abbasilər ordusunda xeyli sayda Türkmen əskəri vuruşurdu. Və Qarasunqur, qardaş qanının axıdılmasını istəmirdi. Amma sarayın vəziri Əl-Xəzni Atabəyi dərhal savaşa sürükləməyə çalışırdı. Bununla da Qarasunquru türklərlə qarşı-qarşıya qoyaraq onun bölgədəki nüfuzunu zəiflətmək istəyirdi. Allah bizi bu ağılsız fəllaha gör necə mübtəla edib. Döyüşməsək sarayda bizə qorxaq xain deyəcəklər. Atabəy savaş meydanına çatdı. Üz-üzə durduğu Abbasi ordusunda çox sayda Türkmen əskəri dayanmışdı. Lakin Qarasunqur öz tədbirini almışdı. Bir hökmüdar kimi Böyük Atabəy uzun illər məmləkəti qorumaq naminə Xaçlı ordularına savaş açmış, öz mərdliyi, ləyaqəti ilə hər kəsin rəğbətini qazanmışdı. Məhz Qarasunqur titulunu da buna görə almışdı. Bütün Türk beyləri arasında olduqca böyük nüfuz sahibi idi. Türk beyləri Abbasilərin sırasında döyüşməyi rədd edərək əskərləri ilə birlikdə hər zaman dövlətə, soyuna vicdanla xidmət edən Qarasunqurun tərəfinə keçdi. Qarasunqur, Abbasilər üzərində ardıcıl qələbələrdən sonra rəhbərlik etdiyi Azərbaycan ordusu ilə Bağdad şəhərinə daxil oldu.